Salam. Bugün hazır lavaşdan çox asan lahmacun hazırlayırıq. Bunun üçün 2 ədəd qırmızı soğan, 2 diş sarımsaq blenderdən keçiririk. Daha sonra 400-500 qram ət, 2 ədəd yaşıl, 2 ədəd qırmızı biber və qabığını soyduğumuz 2 ədəd pomidoru blenderdən keçiririk. Cəfərləri incə-incə doğrayırıq. 1 yemək qaşığı tomat pastası, 1 yemək qaşığı biber pastası və yarım çay bardağı duru yağ, yarım çay qaşığı pul biber, 1 çay qaşığı nanə, 1 çay qaşığı duz və yarım çay qaşığı toz qarabiber istifadə edirik. Bu qarışımı yaxşı-yaxşı qarışdırırıq. Əgər sulu deyilsə su əlavə edə bilərsiniz. Sonra bu qarışımı lavaşın üzərinə nazik şəkildə yayırıq. Mən marketlərdə satılan saz lavaşlarından istifadə etdim. Lahmacunları istəsəniz tavada, istəsəniz sobada bişirə bilərsiniz. Tavada bişirərkən ən asta ateşdə, qapağı bağlı şəkildə bişirilir. Sobada bişirərkənsə 250 dərəcəli alt-üst rejimdə öncədən isidilmiş sobada bişiririk. Heç bir lavaş yaymadan, heç bir əziyyət çəkmədən asanlıqla hazırlaya biləcəyiniz bir reseptdir. Baxın necə nazik və şirəli alındı. İstəsəniz üzərinə limon sıxıb yanında cəfəri ilə servis edə bilərsiniz. Kanalıma abunə olmağı və videonu bəyənməyi unutmayın. Hələlik.